Bu video yalnızca bilgilendirme amacıyla hazırlanmıştır. Amacımız, kullanıcıları doğru ve güvenilir bilgilerle yönlendirmektir. Videoda herhangi bir yasa dışı işlem, yanıltıcı içerik veya YouTube topluluk kurallarını ihlal eden bir unsur bulunmamaktadır. Tüm işlemler yasal çerçevede ve eğitim amaçlı gösterilmiştir. Salam əziz dostlar və kanalımızın izləyiciləri. Bu günlərim yepyeni bir videodan sizlərin qarşınızdayım. Əziz izləyicilər, film sevərlər. Sizlərə bu günlərim möhtəşəm bir dənə proqram verəcəm. Yəni ki, bu proqramı həqiqətən evinizdə yükləməyinizi tövsiyə edirəm. Film sevənlər, bütün kimi bir proqramdır, amma Netflix deyil. Yəni onu nəzərinizə saxlayın. Burada rahatlıq şəkildə baxa bilərsiniz. Bütün növ televizorlarınıza, sadəcə Samsung televizorundan başqa bütün Samsungların da Android sistemli televizorlarına yükləyə bilərsiniz, əziz izləyicilər. Necə yükləmək lazımdır, necə eləmək lazımdır, sizlərə rahat bir şəkildə bugünkü gündə başa salacağım. Əziz izləyicilər, ilk öncə sizin yenə nəzərinizə saxlayayım ki, telefonlarınızda da yükləyə bilərsiniz. Bax, bir dənə bir şey nəzərində saxlayın. TV Box'ları olan, Chromecast olanlar bunu yükləməsin. Chromecast olanlar birbaşa adını yazsın. Orada mən verirəm ki, hər hansı bir şey adı. Onu elə birbaşa yazsın, yükləsin. Yenə də deyirəm, bu bilgiləndirmə məqsədi ilə paylaşılmış bir videodur. Heç bir təhlükəli, politik qaydalarını pozan heç bir video bizim kanalımızda mövcud deyil. Nəzərinizə saxlayın bunları. Amma evinizdə rahat şəkildə bir gözəl proqramlara, gözəl kinolara baxmaq istəyirsinizsə, burada bu video axıracan zəhmət olmasa izləyin ki, tam dəqiq şəkildə başa düşəsiniz. Əziz izləyicilər, uygulamalar bölümünə gedirsiniz, ilk öncə Play Marketə girməlisiniz. Chrome Play Marketə girdikdən sonra burada proqramın adı Downloader'dir. Elə birbaşa bu gəldi. Bax, Downloader. Bax, buradan da yazıram. Bax, bu proqramı yükləyirsiniz. Downloader proqramını. Bax, diqqətli şəkildə baxın. Əyri kimi olanı. Yüklədikdən sonra, indi yükləyirik. Yükləməyini gözləyirsiniz. Bunu yüklədikdən sonra, əziz izləyicilər, aç bölümünü basırsınız. Və proqramımız açılır və məlumatlar verir, OK-yə basırsınız. Burada bu yazdığım kodu diqqətli şəkildə baxın. Yenə də deyirəm, heç bir təhlükəli bir proqram deyil. Yenə də bunu yükləyərkən evinizdə rahatlıq şəkildə yükləyib baxa biləcəyiniz bir proqram. 2, 7, 2, 5, 33. Bunu yazdıktan sonra Go punovkasını basırsınız. Diqqətli şəkildə baxın, zəhmət olmasa. Artıq burada 3, 2, 1 və saniyələrdən saymağa başlayacaq və özü yükləməyə başlayacaqdır, əziz izləyicilər. Elə çox çətin bir proqram deyil, çox gözəl proqramdır. Evinizdə rahatlıq şəkildə baxa biləcəyiniz proqramdır. Proqram artıq burada özü birbaşa görünür. Proqram adı NetMirror'dur. Yenə də deyirəm, heç bir təhlükəli bir proqram deyil. Yasal qaydada yüklənən bir proqramdır. Yüklə sözünü basırıq. Burada bəzi insanlarda var ki, məsələn, bunu yüklədikdən sonra gələcəkdir ki, bilinməyən uygulamalardan aç. Gedirsiniz bilinməyən uygulamalardan həmin bu uygulamanın adını tapırsınız. Orada qalaşqa qoyursunuz. Yəni açıq, belə elə bir xətt olacaq, vuracaqsınız, açılacaqdır. Vıkıl kimi də ruslar demişəm. Onu basırsınız, on off kimi. Basacaqsınız, on eləyəcəksiniz onu. Sonra yenidən gəlib bunu yükləyəcəksiniz. TV Box'lar. Aç punovkasını basırıq. Artıq proqram özü bizləri göstərəcəkdir. Necə bir proqram olduğunu inşallah yükləyərəkdən evinizdə rahat şəkildə baxacaqsınız. Və bir dənə çox sağ ol sözünü yazmağı yaddan çıxartmayın, əziz izləyicilər. Bu proqramlar tamamilə sizlərə bizlər tərəfindən göstərilmiş bir proqramlardır.
Bütün dil seçənəkləri var. Bax, məsəl üçün, dil seçənəklərdəki türklər var, ingilislər var, rus var. Bax, bütün dillərdən, yəni hər şeyə baxa bilərsiniz. Bütün hər şeylər bunun içindədir. İndi inşallah özünüz işlətdikcə də baxacaqsınız və necə işlədiyini də inşallah görəcəksiniz. Məsələn, hər hansı bir proqramı açım. Buranı çox təəssüflər olsun ki, mən sizlərə göstərə bilmirəm. Çünki bizim kanalımızda qaydalara uyğun şəkildə videolar çəkilir. Və bizim türk dilini seçdikdən sonra, Turkish sözünü basdıqdan sonra yuxarı çıxıb play sözünü basırsınız və artıq baxırsınız. Donmadan rahat şəkildə baxa biləcəyiniz bir proqramdır. Bunun da özünün xüsusi bir logosu var. Qabağa yığdıra bilirsiniz. Bax, diqqətli şəkildə baxın. Mən indi hal-hazırda yığdırdım qabağa. Qabağa yığdırdım. Səsini biraz azaldıram ki, səsini eləməyini istəmirəm, düşməyini istəmirəm. Burada seçənəklər var. 1080p, 720p, yəni internet sürətinizdən asılı olaraqdan. Hətta 4K-ya belə baxa bilərsiniz rahatlıq şəkildə. Çıxmaqdakı, məsəl üçün, no basırsınız, çox asan bir şəkildə baxırsınız, rahatlıq şəkildə. Yenə də deyirəm, LG və Samsung televizorlarla bunu yükləmək olmaz. Yoshiradır, Taobe'dir, TV Box'lardır. Rahatlıq şəkildə, yəni baxacaqsınız, ürəyiniz istəyən şəkildə. Eyni şeydir. Azcana fərqlilikləri var. Ondan sonra burada seriallar da mövcuddur. Seriallara da baxa bilərsiniz. Ancaq bugünkü gündə mən çox təəssüflər olsun ki, buranı sizlərə açıq şəkildə göstərə bilmirəm. Çünki qaydalara uyğun şəkildə video paylaşıram. Bunu bir də başqa cür necə yükləmək olar, onu da sizə göstərim. Əgər proqramınızın içində Google Chrome varsa, bu downloader proqramını yükləmirsiniz birbaşa. Birbaşa orada həmin o proqramının adını verirsiniz. Necə yükləmək lazımdır. Onu deyirsiniz. Downloader sözünü basırsınız. Proqram adı yansır. Downloader Lattes APK. Bu sözü yazdıqdan sonra rahatlıq şəkildə yükləyib evinizdə baxacaqsınız inşallah. Deməli, bunu isə indi telefonunuza necə yükləmək lazımdır. Bundan sonra həmin o gələcəkdir. Telefonunuza da rahatlıq şəkildə baxa biləcəksiniz. Əziz izləyicilər, bu proqramları xoşunuza gəlirsə, kanalımıza abunə olun, like atın və izləmədə qalın. Qaldı ki, indi başqa bir dənə sizlərlə söhbət eləmək istəyirəm. Əziz izləyicilər, mən burada paylaşdığım həmin o videolarda bəzi insanlar yorumlarda yazır ki, donur. Nəzərinizə saxlayın ki, həmin o hissədə yazılan donur sözünü yazanlar bir link bir insan üçündür. Bizim kanalımızda da məsəl üçün yüklənir, məsəl üçün birdən olur, bir saatın, 2 saatın ərzində kimin baxış. Bu baxışda da buradan ən azı bir, heç olmasan deyəm, bu 500 nəfəri girir həmin o şeyin içinə və yüklənməyə başlayır ki, rahatlıq şəkildə baxsınlar. İlk öncə donmamağını istəyirsinizsə, bizlərə müraciət eləyin, bizlərdən şəxsi özünüz üçün alın. Onun da qiyməti yorumlar altında yazacaq. Yəni, konkret almaq istəyənlər yalandan, məsəl üçün, bir gün buna baxım, qadası bir dəqiqə imkanım yoxdur. Belə şeylərdən, qaqa, biz pulsuz paylaşırıq onları. Onları paylaşdığımızdan girib baxa bilərsiniz. Əgər bu donursa, biz bundan artıq sizə heç nə kömək eləyə bilmərik. Bu əgər donur, bu şeyli belə eləyir, belə söhbətləri yəni yığışdırağım, zəhmət olmasa. İkinci, bəzi insanlar var ki, yükləyə bilmir, məsəl üçün başı çıxmır, ağsaqqallar. Onlar WhatsApp-a yazırlar ki, mənə kömək elə. Qardaş, mən necə deyim sizə, mənim vaxtım olmur ki, mən tək işim bu deyil. Vaxtım olmur ki, mən sizə bütünlü günü oturam, nəyəsə başa salam. Bu videonu çəkmişəm ki, sən orada baxasan, axıra kimi dayanmadan baxasan, başa düşəsən, ondan sonra yazasan. Yoxsa video paylaşan kimi altda yazır ki, qardaş, mənə kömək elə.
Mənim vaxtım mı var? Allah köməyin olsun sən bütün günü mən səninlə vaxtımı sərf eləyəm. Sənə sərf elədiyim vaxtımı gedib ailəmə 500 manat çörək qazanaram. Yəni bunu da nəzərinizə saxlayın. İkinci, bəzi insanlar var ki, orada yazıblar ki, ay boş şeylərdir, ay bu nə bilim nədir, 3 gündən sonra donur, 5 gündən sonra atır, nə bilim nə. Qardaş, həmin o insanlara demək istəyirəm ki, atırsa, ümumiyyətlə get şəxsi al da özün üçün. Yəni belə şeyləri zəhmət olmasa fikir vermək lazımdır. Burada mən proqramda paylaşıram, düzdür, əlimdən gəldiyi qədər, amma izlənmə artdıqca əlbəttə ki o donacaq, əlbəttə ki o necə deyim sağ, insanlar giriş elədikcə əlbəttə ki o iş vapşim işləməyəcək, tullanacaq. Yəni bir link bir insan üçün, bir TV üçündür. Bizdə isə girirlər 500-600 nəfər. Hələ bəzi insanlar var ki, evində 4 dənə televizor var, 4-ünə də yazır. Yəni belə şeylər eləməyin. Ondan sonra bunu dəfələrdən deyirəm, WhatsApp gecə vaxtı saat 1-də, 2-də, 12-də mənə WhatsAppda yazıb filan şey kömək elə. İndi bəzi insanlar var ki, mənə yazır özü, mən ondan xətirlərini çox istəyirəm. Yəni o köməklik eləm. Amma bəzi insanlar da var ki, konkret gecə saat o günlərim, dünənlərim 1-də zəng elib ki, qaqam, sənin kodunu yazdım, işləmədi. Qardaş, belə vaxt şey olar. Nəysə, kanalımıza əgər bu videonu bəyəndinizsə, kanalımıza abunə olun, like atın, rahatlıq şəkildə baxın. Bunu da televizorunuza rahatlıq şəklində, telefonunuza rahatlıq şəklində, TV boxunuza rahatlıq şəkildə yükləyə bilərsiniz. Kiçik şəkildə sizlərə tövsiyələrim oldu. Əziz izləyicilər, həqiqətən bu proqramı sizlərə tövsiyə edirəm. Bundan heç bir reklamım zadım yoxdur. Sadəcə olaraq insanlara kömək məqsədi ilə, məlumatlandırma məqsədi ilə yükləmişəm bu videonu. Bunu mouse'dan, mouse siçanından, belə pultlardan da rahat işlədə bilərsiniz. Amma belə mouse siçanı var, şnurlu, şnursuz, USB-dən işləyənlər, Bluetooth-dan. Həmin onlardan da rahat şəkildə bu proqramı rahat şəkildə işlədə bilərsiniz. İzləmədə qalın, kanalımıza abunə olun, like atın, hələlik.